Salam, əziz abituriyentlər. Video dərsimiz 1 iyun 2025-ci il tarixində keçirilmiş, birinci qruplar üçün nəzərdə tutulmuş qəbul imtahanının suallarına baxırıq. Windows əməliyyat sistemində deyir, doğru olmayan adları müəyyən edin. Windows əməliyyat sistemlərində biz faylların və qovluqların adında qoşul nöqtə, sual işarəsi, ulduz, dırnaq, böyük, kiçik və bir də slashlərdən istifadə edə bilmərik. Deməli, burada doğru olmayan cavabımız D variantı. 61-də doğru cavabımız oldu. D variantı. Baxaq 62-ci suala. X-in dəyəri 10-dur. 10 bərabərdir 10-a, true, yəni false. Y 20-dir. Burada artıq olacaq bizim üçün sətr tipində 10, üstə gələk, bir dənə boşluq, üstə gələk, sətr tipində y-in dəyəri, sətr tipində y-in dəyəri 20-dir. Sətr tipli məlumatlar üzərində toplayanda yan-yana yazılır. Sadəcə bir dənə burada boşluğa görə boşluq qoymalıyıq. Oldu 10-20. 10-20 olan cavabımız D-dən başqa hamısında var. Və çıxışa da verdik həminədədir. X oldu burada 20-20 vuranda, 10-20 vuranda eləyəcək 20. Amma Y burada yenidən öz dəyərini yeniləmiş olur. Bu zaman string tipində yenidən 10 olacaq. Üstə gələk. Yenidən boşluğumuz var. Üstə gələk. Sətr tipində sətr Y. Y-in bu dəfə biz 100 dəyərini götürəcək. Yenə sətr tipli məlumatlar olanda götürüb yan-yana yazırıq. 10, 100. Deməli, doğru cavabımız oldu D variantı. D variantı yox, bağışlayın. A variantı. A variantı 62-ci sualda. Baxaq növbətli sualımıza. 246 7-lik ədədini 8-lik say sistemində deyir göstərin. 0, 1, 2 qaydasına 2 vuraq 7 üstü. 2, 49. 49-da 2-yə vursaq eləyəcək 98. Üstə gələk 4, 7, 28. Üstə gələk 6. Bu eləyəcək bizim üçün 34, 2, 12, bir də yaddaydı 13, 132 onluq ədədir. Yenidə 8-i çevirmək üçün 8-ə bölməliyəm. 1, 8, 13-dən bir dəfə 8, 8, 8 çıxanda 5, 2, 58-in 52-in içərisində 8, 6 dəfə, 48, 4. Və buranın bölməyə də ehtiyac yoxdur. 4 ilə bitəcək bir dənə cavabımız var. O da D variantıdır. Algoritm icrası nəticəsində deyir, A-nın son qiymətinin 56 olduğunu nəzərə alsaq, A-nın ala biləcəyi ilkin qiymətlərin cəmini hesablayın. Yəni, ilkin qiymətləri A-nın qiymətlərini. Bir də baxıram ki, yəqin ki, bu kadar tənliyə gedəcək ki, bizdən bunu soruşur. Bu 56-ya bərabərdir. Burada C-nin yerinə biz, bax, bu ifadəni yazıb və C-nin yerinə 3 yazsaq, almış olarıq. A vuraq. -3, üstə gələk, C-nin yerinə də 3 yazsaq, bax, bura 3A. O da bölək 3 bərabərdir 56. -3A, üstə gələk, 3A kvadratı bölək 3 bərabərdir 56. Mürtəzə xaricinin üstü çıxsın, 3-lər gedəcək, -A, üstə gələk, A kvadratı bərabərdir 56. A kvadratı bərabər, A kvadratı çıxaq A, çıxaq 56 bərabərdir 0. D bərabərdir -B, B kvadratı çıxaq, B kvadratı -4AC. B kvadratı 1, bu da üstə gələk olacaq, minusdur burada, 4 vuraq 56, deyəcək 225. A1, A2-ni biz tapası olsaq, -B plus minus kök altda D bölək 2A, A'mız 1-dir, 225-dən kök 15 çıxacaq, B -1-dir, bu da mana olacaq müsbət, 1 plus minus kök altda 15 bölək 2. A1-imiz bərabər olacaq 16, 2, 8, A2-miz bərabər olacaq -14 bölək 2, -7 və bunların bizdən cəmini soruşur. Yəni 8 üstə gələk, -7, o da bərabərdir 1, doğru cavabımız oldu. B variantı 64-cü sualda. Baxağın növbəti sualımıza. 65-ci sualda. Bu tipli məsələləri həmişə sizə demişəm ki, uşaqlar, burada
N-ə 1, 2, 3, 4 qiyməti verərək yola çıxmaq lazımdır. 3 olanda I bərabərdir 1, 2, 3. Baxaq. I1 olanda P 0 üstə gələk 1 bölək 0 üstə gələk 1 bölək 1 P olacaq 1. Növbəti addımda S-in dəyərini tapaq. 1-in üstə 1 gələndə eləyəcək 2, 2-ni 1-ə böləndə olacaq S2. Bu I1 üçün idi. I2 üçün yola çıxası olsaq P-nin dəyəri 1-dir. Bu zaman 1, 2. S2'dir. Baxıram ki, burada S cəmini bizdən çıxışa verməyimiz istəyir və 2 ilə başlayacaq. Elə 2 dənə cavabımız var. Burada baxaq. Sadəcə bu dəfə sürətləri yoxlamış olarıq. 2, inin 2 qiymətində 1 üstə gələk 1 bölək 2. Artıq P-nin qiymətidir. Növbət dəfə 2 üstə gələk. 2 üstə 1 gələndə eləyəcək 3. P-nin qiymətini isə tapdıq ki, biz 1 üstə gələk 1 bölək 2. Bax, bu ardıcıllıqla davam eləyəcək. Elə buradan da görünür ki, doğru cavabımız oldu. 65-də A variantı. Baxaq növbəti sualımıza. Python dilində yazılmış proqramın nəticəsini deyir, müəyyən edin. Çiçə funksiyamızdır, 5-dir. 5-i tapaq, sonra funksiyanın qiymətini qaytaraq, verək çıxışa. 5 olanda M olacaq burada. 5, vuraq 2, vuraq G5. Bu 5-i biz, bax, bu funksiyadan tapmalıyıq. 5-i 4-ə vuranda eləyəcək 20, 10 vuraq 20. Bərabərdir 200. Aldıq ki, M dəyişəninin dəyəri 200-ə bərabərdir. Mənə lazımdır. Çünki niyə? Returnda M-in cəmini funksiyaya qiymət qaytarmaq üçün M-in cəmini çıxışa verməliyik. Sonra burada olacaq C 200. 200 üçün yenidən funksiyamıza qayıdaq. 200-ü 4-ə vuranda eləyəcək 800. 800-ün də üzərinə gələrəm 10 eləyəcək mənim üçün 810, n isə bərabər oldu 810-a və cəmləri 200, 810, 0, 1, 0, 1 funksiyamızın dəyəri oldu 1010. Bunu da verdik çıxışa, doğru cavabımız oldu B variantı. Baxaq növbəti sualımıza. 67-ci sualda bizdən nə istəyir? Bir dəqiqə, mən yer təşkil edeyim. Aha. Deyir ki, Vəli, Piri, Samir, Kərimovun soyadları. Bax, bu bizim üçün olsun. Vəkilov baxıram, Pənahov, Səlimov, Kamilov. Sonra burada Piri, Samir, Vəli, Piri, Samir, Kərim. Bura olsun Vəli, Piri, Samir, Kərim. Pənahov. Düzmü getdik? Yox, birinci Vəkilov bağışlayın. Vəkilov, Pənahov, aha. Vəkilov, Pənahov, Səlimov, bir də Kamilov. Baxaq görək mülahizələrimizə. Vəli və Səlimovun imtahanda 5 alıblar. Vəli də 5 alıb və bir də Səlimov 5 alıb. Onda Vəli, Səlimov ola bilməz. Sonra Piri və Vəkilov imtahandan 3 alıb. Piri, bir də Vəkilov imtahandan 3 alıb. Onda Piri Vəkilov da ola bilməz, Vəli Vəkilov da ola bilməz, elə Piri Səlimov da ola bilməz. Piri Səlimov da ola bilməz. Sonra deyir ki, Vəkilovun boyu Pənahovdan hündürdür. Vəkilovun boyu Pənahovdan hündürdür. Və Kərimin boyu Pənahovdan qısadır. Kərimin boyu Pənahovdan qısadır. Onda Kərim nə Pənahovdur, nə Vəkilovdur. Nə Pənahovdur Kərim, nə Vəkilovdur. Onda qalır Samir bizim üçün Vəkilovdur. Bax, buradan yola çıxaq. Onda Kərim olur Səlimov. Aha. Kərim Səlimov olur. Kərim Səlimov olur. Baxaq, bir dəqiqə sonra. Samir və Pirinin boyları eynidir. Əgər Samir və Pirinin boyları eynidirsə, onda Kərim boyu Pənahovdan qısadır və Vəkilin boyu Pənahovdan hündürdürsə, onda biz burada deyə bilərik ki, Piri Pənahov ola bilməz. Piri Pənahov ola bilməz. Piri onda Pənahov deyilsə,
Piri Pənahov deyilsə. Piri Kamilovdur. Onda Pənahov Vəli Pənahovdur. Aha, Vəli olur Pənahov. Yaxşı. Səlimovun boyu Piridən hündürdür. Səlimovun boyu Piridən hündürdür. Bu bizim üçün yanlış mülahizədir. Kərimov imtahanda 5 almayıb, axı 5 almışdı. Biz burada tapmışıq. Samirin boyu Kərimovdan qısadır. Xeyr, Samirin boyu Kərimovdan qısadır. Bu yanlış mülahizədir. Pirinin soyadı Kamilovdur. Doğrudan da tapdıq ki, Pirinin soyadı Kamilovdur. Elə burada doğru cavabımız olacaq. D variantı. Baxaq növbəti suala. 68-ci sualda bizə nə deyir? Python dilində yazılmış proqramın nəticəsi müəyyən edir. 24'ü 3'ə böləndə alınan qalıq doğrudan 0'a bərabərdir. Bura true'dur. True'dursa deməli mən bura baxacağım. Bax, buna işim olmayacaq. S plus 1, S'in dəyəri 0 olacaq. S mənim üçün 1. 24 4'ə böləndə alınan qalıq 0. 0 bərabərdir mi 6'ya? False. Şərt ödənmədi. Ödənmədisə mənim burada işim olmayacaq. 24'ü 8'ə böləndə alınan qalıq, S-i bağışlayın. 1'i 8'ə böləndə alınan qalıq 1. 1 bərabərdirmi 0'a? False. Onda burada ödənmədisə buna baxmayacaq. Və gəlirik bura. S1 idi, üstə 6 gəldik, oldu 7. Və sonra buna baxmalıyıq. 7 üstə gələk, M-in dəyəri 24. O da bərabərdir 31. Doğru cavabımız oldu. A variantı. Baxaq növbəti sualımıza. Verilən bazası cədvəlində platforma nömrə fərqli bərabərdir 2. Fərqli bərabərdir. Birinci baxaq. Mən burada ora həll edib sonra əndini tapmalıyam. Fərqli bərabərdir 2'yə. Bax, bu bizim üçün budur. Bu 3'dür, budur. Baxıb kəsişmələrincə taparıq. Status gecikmədə olanlar 2'dir və bir də gecikmədə olanlar bu 2'dir. Bu 2 deyil. Bunlar bizim üçün hamısı 3, 1, 1, 2, 2, 1. Mənim üçün bax, bura qədər olan hissəni həll elədim. Sonra əndi dayanacaq n-lə bitənlər. Yəni bu n-lə bitənlərdir. Dayanacaq n-lə bitənlər Anytown'dur. Sonra Newtown var. Burada da Newtown'dur. Brighton, Anytown. Aha. Əndə görə də tapmayanda bunların kəsişməsi. Burada kəsişmə yoxdur. Bu getdi, bu getdi. Bu da getdi. Oldu. Bax, bu bizim üçün doğrudur. Kəsişir, bu kəsişir, bu kəsişir, bu kəsişir. Bu da getdi. 1, 2, 3, 4. Doğru cavabımız oldu. 4. Çünki bizdən neçə yazı verilmiş sorğu cavab verir. 4. Baxaq digər sualımıza. HTML kod fragmenti brazerində əks olunarkən nömrələnmiş siyahı birinci elementi hansı olurlar? Order line birinci element 6. Xətli sıçan olacaq. Sıçan doğru cavabımız oldu. Y variantı. 71-ci sualda şəkil 1-də təsvir olmuş qrafın qonşuluq matrisində birlərin sayı x-dir. Bu qraf şəkil 2-dəki kimi qraflara ayrıldıqdan sonra alınmış iki qrafın qonşuluq matrisindəki birlərin ümumi sayını, yəni x və y fərqini müəyyən edin. Bax, burada birələr x deyək, burada da y deyək. Bu cür əlaqəli qrafımızda tillərin sayını biz 2'yə vursaq, matrisimizdəki birlərin sayını tapacaq. 8, 9, 9 vuraq 2 bərabərdir 18. Birinci qrafımızda x bərabərdir 18 sayda birimiz var. İkinci qrafımızda 1, 2, 3 buna 2, 2 ayrı yanaşma qraf kimi baxıb toplayacağım birləri, sonra y olacaq və məndə x-dən də y çıxıb verəcəyik qiymətimizin fərqini tapacaq. 4, 4'ü 2'ye vuranda 8 eləyir. Burada 8 dənə, bu qrafımızda 8 dənə birimiz var. Burada da 8 dənə birimiz var. 8 üstə gələk 8 bərabərdir 16. O da bərabərdir y. İkinci şəkildəki birlərin sayı y bərabərdir 16 birimiz var. X çıxaq y isə bərabərdir 18 çıxaq 16. O da bərabərdir 2. Doğru cavabımız oldu. D variantı. Sonra 72-ci suala baxaq. Səhifəlik deyir ki, 256 səhifəli sənədin hər səhifəsində x sayda simvol var. X sayda simvolumuz var. 4 vuraq 2 üstü 20 bitlik şəkilimiz var. 4 vuraq 2 üstü 20. O da vuraq 2 üstü 8. Baxıram ki, cavabımız megabaytlandır. Belə 2 üstü 23. Bu eləyəcək 2 üstü 8, 2 üstü 5, 2 üstü 2, 2 üstü 7, 128 megabayt şəklimiz var. Ümumi həcmimiz 129'dur. 129 çıxaq 128 mənim üçün eləyəcək 1 megabayt.
1 megabayt üçün ümumi sənədin həcmlərində, yəni informasiyanın miqdarı, ümumi informasiyanın miqdarı bərabərdir. Bir səhifədəki simvolların sayını tapmaq üçün IS vuraq K. Düsturundan istifadə edəcəm. N bərabərdir 2 üstü I. Bu isə ASCII-dədir. ASCII-də 256 simvoldur. 2 üstü 8, 8 bitdi. Və bir də mən bunu 256'ya vuracağım. Niye 256'ya vuracağım? Çünki burada səhifələrimizin sayı 256 səhifədəki bütün informasiyanın həcminə vurmalıyam ki, bir səhifədəki simvolların sayını tapam. Bir səhifədəki simvolların sayı bərabərdir. Vuraq bir dənə də 208'e. Ümumi informasiyanın miqdarı 1 megabayt. Bitə çevirəndə 223 olacaq. Mənim üçün 223 bit. 223 bit olmalıdır. Zaten bura 2 üstü K'ya göre bitlerdi. Bak bu ilə I bərabərdir K'ya. O isə bərabərdir 8'e. Ve burada da K'nın yerine mən 8 yazacağım birbaşa. 8, 2 üstü 3, 2 üstü 11. 2 üstü 23 bölək 2 üstü 11, o da bərabərdir 2 üstü 12'ye, o da bərabərdir 4096. Bir səhifədə 4096 dənə simvol var. Doğru cavabımız oldu 72'də Y variantı. Baxaq növbəti sualımıza. Deyir ki, əsası N olan say sistemində M və N ardıcıl rəqəmlər olduğunu məlumdursa, M'in qiymətini tapın. İlk öncə biz gəl say sistemi tapaq. 0, 1, 2, 5 vuraq N üstü 2. 5N kvadratı üstə gələk Mn olacaq. Sonra üstə gələk 4 vuraq N üstü 0 o isə 4'ə bərabərdir. Çıxaq 4 vuraq N üstü 2, 4N kvadratı. Çıxaq bu işarəyə görə içəridəki işarə dəyişəcək. Yəni plusların hamısı minusa çevriləcək. Vuraq M, vuraq N üstü 1 elə o Mn-ə bərabərdir. Üstə çıxaq 5 vuraq N üstü 0 5'ə bərabərdir. O isə bərabərdir 48 onluq ədədinə. M'lərimiz islah oldu. 5, 4, 5N'dən 4N çıxanda N kvadratı 4, 5 çıxaq 1 bərabərdir 48'ə. N kvadratı bərabər olacaq 49'a. N isə bərabərdir 7. Say sistemimizi tapdıq ki, bu 7'lik say sistemindədir. 5M 4 çıxaq. Bax, ayrıca yazacağım buradan. Bizdən M'in qiymət, bax 7 yazmaq olmaz. Çünki say sistemi soruşmur. M'i soruşur bizdən. 5M4 7'lik ədədindən biz çıxmalıyıq. 4M 5 7'lik ədədini çıxıb 7'likdə yazmalıyıq. Və bunu birbaşa onda mən 48'i çevirəcəm. 7'lik ədədini 6, 42, 6, 6, 6 alacağım, 7'lik ədədini alacağım. Bu neçə olub? 4'dən 5 çıxılmır. M'dən bir ədəd 7'lik veririk 4'ə. 4 üstə gələk 7, çıxaq 5, 11 çıxaq 7, elədi 6. Burada qaldı, bax burada qaldı. M çıxaq 1. Bu M çıxaq 1 M'dən kiçikdir. Ona görə bu M çıxaq 1'dən M'ini çıxmaq üçün bir dənə 5'dən bir 7'lik M çıxaq 1'ə verirəm. Üstə gələk olur 7. Bundan da M'ini çıxacağım, alacağım cavabımızı 6. Deməli M'imiz buradan oldu. M'imiz nəyə bərabər olacaq? M'imiz olub 6 ki, 6 olub ki M'imiz 6 olub. Bax 4'dən 5'in çıxanda o qaldı 6. Burada 5 oldu. 5'dən 6 çıxılmır. 5'dən 6 çıxılmır. 5'dən bir 7'lik verildi 5'ə. 5 üstə gələk oldu 7, 12. 12'dən 6'ın çıxanda 6. Deməli M dəyərimiz oldu 6. Baxaq 74-cü suala deyir, doğru fikirləri seçin. Prosesor məlumatları kompüterlərdən xaric və çıxış edən qurğudur. Xeyr, doğru fikirləri sorsa, prosesor informasiyanı emal edən qurğudur. Bir səhvdir. Bir səhvdirsə B variantı getdi. Skaner çıxış qurğusudur. Skaner giriş qurğusudur. 2-də səhvdir. 2 səhvdirsə Y variantda getdi. Lazer printerlərin çap sürəti 1 dəqiqədə çap etdikləri səhvələrin sayı ilə müəyyən olur. Bəli, sürətdə ppm'dir. Onda 3 doğrudur. 3 doğrudursa 4 A variantda getdi. Bu ikisinə baxacaq. Prosesor məlumatları daxil və giriş qurğusudur. Xeyr, səhvdir. 4. Dedik ki, prosesor informasiyanı emal edən qurğudur. Klaviatura kompüterin giriş qurğusu bəli, doğru cavabımız oldu 74'də C variantı. Baxaq növbəti sualımıza. Deyir ki, burada
Elektron cədvəl fraqmenti verilmişdir. B2 xanasına hansı ədəd yazılmalıdır ki, D1, B2 xanası gəlin bir x ədədi deyək. Düstur D2 və D3 xanalarına köçürdükdən sonra düsturumuzu mən köçürəcəm. Olacaq bura B2 vuraq 1 üstə gələk mötərizə A. Diqqətli ola bilərsiniz. Biraz uzun məsələdir, belə baxıram. A2 üstə gələk C3 bölək 100. Aha. Sonra bura olacaq B3 vuraq 1 üstə gələk A3 üstə gələk C4 bölək 100. Aha. Burada yerinə qoyub yazsaq B1. B1'in dəyəri 30. 30 vuraq 30 vuraq A1'in dəyəri 30 üstə gələk 30 üstə gələk. Yox, bağışlayın, bir qaldı. 1 üstə gələk 30 A1 30 C2 50 80 80 bölək 100 0,8 böləcək 1,8 1,8 3 vuraq 18 eləyəcək bu. O da isə bərabər olacaq 1 böləcək 1 0,8 30 vuraq 1,8 bura eləyəcək 54. Deməli bura bizim üçün 54-ə bərabərdir. Bax bu hissənin dəyəri. Bura birincidir, bura ikincidir, bura üçüncüdür. Baxaq bura x dedik. Bura onda alacam mən x, x vuraq A2. A2 10'dur, C3 10'dur. 10, 10 elədi, 20, 10. 0,2, 1, 1,2. 1,2 x elədi. Bura B3, B3 15. B3 15, 15. 15 sonra buralarda 1,2x 15 A3 A3 40 C4 60 0,6 1 1,6 vuraq 1,6 10 10 242 24 burada eləyəcək 24. Deməli aldıq ki biz burada elədi 24. Aldım 24 üstə gələk 54 üstə gələk 1,2x da bizim üçün 100%lıqdırsa 54'də də 45%-ə bərabərdir. Buradan x-i tapsaq deməli biz B2 xanasının qiymətini tapmış olarıq. Və buradan alaq 1,2x bərabərdir 5400 belə bölək 45 çıxaq 8 2 5 7 78'ə bu eləyəcək 5 2 121 120 çıxaq 78 eləyəcək mənim üçün 42. 1,2x bərabərdir 42, x də bərabərdir 35'ə. Doğru cavabımız oldu C variantı. Vaxt alacaq bir sualdır. Deyir, uyğunluğu müəyyən edin. İnformasiyanın təqdim olunma formasını deyir, müəyyənləşdirin. Baxaq, burada taktil informasiyanın növüdür. Etibarlı xassəs, tabiətli xassəsdir. Xətti informasiya deyilən bir anlayış yoxdur. Qrafik informasiya, informasiyanın təqdim olunma formasıdır. 1'ə Y. 1'ə Y bir dənə baxıram ki, elə məndə doğru cavabımız bir dənə B variantındadır. 76 oldu doğru cavabımız B. Baxaq 77-ci suala. Klaviatura dilində yazılmış proqramın icrası zamanı klaviaturadan 5682 ədədi daxil edilərsə, proqramın nəticəsini müəyyən edin. Baxaq görək burada while-da nə iş görüb. Kodumuzu məntiqini tutmağa çalışaq. Burada birinci dəfə 2, 8, 6 və 5 alıb. Bu dövrdən çıxmaq üçündür. Bir dəfə alıb 568, sonra 56, sonra 5, 0 da olanda dövrdən çıxıb. Amma baxıram ki, burada eni bir artırıb. Bu isə ədəddəki rəqəmlərin sayıdır. Deməli, enimiz olacaq bizim üçün 4'ə bərabər olacaq. Sonra keçək, bax, proqram bu hissəsində kodumuzu həll eləməyə. İlk öncə birinci K-nı tapaq. K bərabərdir. K-nın dəyəri K x-in ilkin qiymətini götürüb özündə saxlayıb 5682. 5682 üstə gələk. 1 vuraq 10, 10'un üstü 4, o da bərabərdir 10.000 eləyəcək. Bərabərdir 5682 üstə gələk 10.000, o da bərabərdir 1, 5, 6, 8, 2. 15682K. Yenidən, baxaq burada, yenidən 15682'ni 10'a vuranda, bu eləyəcək üstədə 1 gələndə, 1, 5, 6, 8, 2, 1. Bu eləyəcək 156.821. Doğru cavabımız oldu A variantı.
Baxaq 78-ci suala. Mətn redaktorunda yanaşı bitişik yazılmış Python sözlərindən ibarət ifadədə kursor sonuncu Python sözündən, yəni bax Python yazılıb. Bax Python. Bax bu cür olubdur. Mətn üzərində aşağıdakı əməliyyatlar icra olunub. 3 dəfə delete klavişi, 3 dəfə sol klaviş sıxılıb. Bu algoritm 20 dəfə icra olunur. Bu algoritm 20 dəfə icra olunursa, bax burada dayanıb. Bax 3 dəfə delete edəndə bura silinir, sonra bura gəlir. Sonra bura gəlinir. 20 vuraq 3, silinəcək simvolların sayı 60-a bərabərdir. Silinəcək simvolların sayı 60-a bərabərdir. Hər dəfədə Python 20 dəfə dedik 20 dəfə təkrarlanacaq. Hər dəfədə 3 simvol siləcək. Silinəcək simvolların sayı 60-dır. Python sözünün uzunluğunu gəlin tapaq. Python sözünün uzunluğunda neçə dənə simvol var? 6 dənə simvol var burada. 6 dənə burada simvol var. Qalan hissəsinin uzunluğu, məsələn, qalan hissənin uzunluğunu gəlin tapaq. 6, qalan hissədə 12 dənə simvol var. Qalan hissədə 12 dənə simvol var. 60'ı da silinib. 60 plus 12, 72 dənə burada simvol olub. Sadəcə olaraq yadda saxlayaq ki, 72 dənə simvol olub. Və 20 dəfədə bu komanda icra olunub və hər dəfədə 3 dəfə simvol silinibdir. Onda 72-ni mən böləcəm Python-dakı simvolların sayına. 6, o da bərabərdir 12. Doğru cavabımız olacaq. Dedik, ilk uzunluq, bütün sözlərin uzunluğu 72 simvoldur. İlk söz sayını hesablayırıq. Python'da hər bir 6 simvol var. 72 ümumi simvolların sayını böləndə yerdə qalan simvolların sayını tapırıq. 72 bölək 6, 12 dənə simvol qalacaq. Doğru cavabımız oldu. Nəzərə alaraq Python ibarət olduğunu müəyyən edin. Sıxılır. Olacaq 12. Sonra doğru cavabımız oldu. Burada C variantı. Baxaq bura. Deyir ki 79-cu sualda bizə nə deyir? HighColor 16 bitli, TrueColor 24 bitli sistemdə kodlaşdırılmış iki fərqli qrafik təsvirlə birlikdə informasiya həcmi HighColorda 16 AB, üstə gələk TrueColorda 24 AB bərabərdir 120 megabayt. 120 megabayt. Bu eləyəcək mənim üçün 40 AB 120 megabayta bərabərdir. AB'miz 50 megabaytdan soruşursa heç nə dəyişməyəcəm. 120 40'a böləndə 120 bölək 40 120 bölək 40 piksellərinə. 120 vuraq 223 bölək 40 bərabərdir 3 vuraq 223 dənə pikselimiz var, yadda saxlayaq. Bax, burada da yenidən piksellərin sayını yerinə qoyub HighColor-dakı kodlaşdırılmış qrafik təsvir informasiya həcmini megabaytla tapmalıyıq. V də bərabərdir ABN, enimiz də dedik 16'dır. Enimiz də HighColor-da 16'dır. Birbaşa vuraq elə 16'ya. V'miz bərabərdir. Piksellərimiz 3 vuraq 223 vuraq 16'nın 204 megabaytla soruşsa yenidən 223'ə bölməliyim. Getdi 24 vuraq 3 204 bağışlayın. 16 vuraq 3, o da eləyəcək mənim üçün 48. 79'da doğru cavabımız oldu. C variantı. Baxaq növbəti sualımıza. 80-ci sualda bizdən nə istəyir? Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Belə bir funksiyamız var. Baxıram ki, mən burada hər bir siyah var. Len A 1, 2, 3, 4, 5, 6, 7. 7 dəfə dövr edəcək. Bu da indekslə 0, 1, 2, 3, 4, 5, 6. İndeksli elementə, yəni hər dəfə 0-ın hansı indeksli elementə funksiyanın qiymətini mənimsədəcək. Baxaq görə funksiya burada nə iş görür? Funksiyamız nə iş görmüş olur? Funksiya baxan kimi görürəm ki, ədədlərin, mürəkkəb ədədlərin, sadə ədədlərin özlərinin, sadə ədədlərinin özlərinin sayı, yəni özünə və birə bölünən ədədlər sadə ədədlərdir
və sadə ədədlərin bölənlərinin sayı 2-dir. Mürəkkəb ədədlərdən isə 1 çıxmağımızı tələb edir. Onda siyahımız olacaq 13. Mürəkkəb ədədimiz, bax 13 sadə ədəddir özü. 25 mürəkkəb ədəddir. Birini çıxacaq, qalacaq 24. 14 mürəkkəb ədəddir. Birini çıxacaq 13. 17 sadə ədəddir. Olduğu kimi qalacaq, çünki bölənlərin sayı 2-dir. Bir törün B eləcək funksiyanın özünü geri qaytarmış olacaq. Bax burada bunu artıq dəfələrlə sizlə yazmışıq. Ədədin sadə bölənlərini hesablayır. 17, 18-dən birini çıxacaq. 17, 19-un özü qalır. 32-dən birini çıxanda 31. Doğru cavabımız oldu. Burada B variantı. Asan sualdır. Sadəcə kodun məntiqini tutmaq lazımdır. 81-ci suala baxaq. 81-ci sualda bizə nə deyir? Deyir ki, HTML kod fragmenti və browserdə necə əks olunacaq? Necə əks olunacaq? Fən 6 xətli, müəllim italik. Fən 6 xətli, müəllim italik. Burada müəllimin altında xət var. Burada müəllimin altında xət var. Müəllim fən 6 xətli dedik də. Aha, burada yoxdur da variantı getdi. Yaxşı. Uyğun fən 6 xətli, bir də müəllim italik. Fən 6 xətli, müəllim italik. Üçü də uyğun gəlir. Sonra baxaq burada riyaziyyat bold, təranə müəllim italik. Riyaziyyat bold, təranə müəllim italik düzdür. Burada da düzdür. Y variantında da riyaziyyat bold, təranə müəllim düzdür. Yaxşı, baxaq ingilis dili bold, Lalə müəllim 6 xətli. İngilis dili bold, burada Lalə müəllim 6 xətli yoxdur. Lalə müəllim 6 xətlidir, ingilis dili bolddur. Baxaq görək, burada Lalə müəllim 6 xətlidir, ingilis dili bold deyil. Y variantda getdi. Qaldı elə bir dənə doğru cavabımız C variantı 81-ci sualda. Sonra baxaq 82-ci suala. Elektron cədvəllə bağlı doğru mülahizələri müəyyən edin. Deyir ki, B5 F6 diapazonunda 10 xana var. 6 çıxaq 5, üstə gələk 1. Burada 2 sətrimiz var. A, B, C, D, E, F 5 dənə sütun, 5 vuraq 2, xanalarımızın sayı 10. Birinci mülahizəmiz doğru. Biri doğrudursa, onda bu variantları kənarlaşdıraq. Baxaq 4-lə və bir də 5-ə. 4-ə 4 sətirdən ibarətdir. 5 çıxaq 2, son sətrin əvvəl sətri çıxaq, üstə 1 gələcək. 3, 1, 4. 4 sətirdən ibarətdir. Deməli, doğru oldu bizim üçün. 4 sətirdən ibarətdir. 4 bizim üçün doğrudur. Birinci doğru cavabımız oldu. 82-də B variantı. Burada baxası olsaq A, B, C, D, E 5 dənə sütun, 4 dənə sütun deyil. 82-ci sualda. Baxağın 83-ə. Sən əlavə yerimizi təşkil edeyim. Baxaq nə deyir. Deyir ki, cədvəldə axtarış serverinə verilən sorğular və bu sorğular nəticəsində internetdə tapılan səhifələrin sayı göstərilmişdir. Bir dənə A çoxluğumuzdur, B çoxluğumuzdur və bir dənə də A, B və bir dənə də C çoxluğumuzdur. Yaxşı, dedik ki, bunların üçünün əndi verilib. Üçünün əndini tapaq, sonra A and not B-ni tapaq. Üçünün əndini tapaq. Bax, üçünün əndinin bu hissi, bu üçünün əndi verilib. Bax, biz A ilə B-nin əndini tapaq. A-da olub, B-də olmayanları sonra buradan taparıq. Sonra burada nə edirik? Biz B and C 100. Üstə gələk A and C 70. Üstə gələk A and B-yə də bir dənə X deyəcəm. Üstə gələk bunların üçünün də oru mənim üçün eləyəcək 1, üçün də oru 1, 3, 0, 0. 1300 bərabərdir özləri 500, üstə gələk 700, üstə gələk 400, üstə gələk üçünün əndi, üçün əndi 20-dir. Aha. Buradan X-imiz bərabərdir 1200, 1600, 1620 çıxaq, 1300, 100, 1400, 1470 düzmü yazdıq, 1400, 1470 bərabərdir 0, 12-dən 5, 5-dən 4, 1. X-imiz oldu 150. Deməli, biz A ilə B-nin əndi, bax, bu hissə bizim üçün 150-dir. Bizdən isə A and B,
A and not B-ni soruşur. Bu nə deməkdir? Not B A-da olub B-də olmayanları soruşur. Yəni biz A çoxluğundan, bir dəqiqə bağışlayın. Biz A çoxluğundan biz A çoxluğundan A-nın özünün A çoxluğundan çıxacaq bunların əhədləri. A çoxluğu neçədir bizim üçün? 500 çıxaq 150. O da bərabərdir 300, səhv etmirəmsə 50. A-da olub B-də olmayanlar. Bu hansı hissədir? Həmin hissəni də qoyun çəkim görəsiniz. Həmin hissəmiz isə haradır? A-da olub B-də olmayanlar. Bax, bu hissəni bizdən soruşur. O da 350'ye bərabərdir. 83'də doğru cavabımız oldu. 350. Baxaq 84-cü sualımıza. Algoritm bizdən nə istəyir? A-4, B, A-4, -4 kiçikdir 4-dən. Deyirəm ki, hə. A-nı 2 vahid artırdıq. -4 üstə gələk 2 eləyəcək. -2. -2. Burada bir dəqiqə B çıxaqdır. Birdir. Nədir? Bir dəqiqə onu düzəl. Hə, burada B çıxaq 1'dir. B çıxaq 1'dir. B'nin dəyər 9, 1 çıxaq 8 olacaq. Sonra -2 kiçikdir 4. Bəli, -2 üstə gələk 2 eləyəcək 0, 8, 1, 7 aldıq. Sonra A-nın dəyəri 0 kiçikdir 4. Bəli, 0'ın üstə 2 gələndə 2 eləyəcək. Bura eləyəcək 6. 2 kiçikdir 4. Yenə deyəcək. Bəli, bu dəfə 4'dür. Burası eləyəcək 5. 4 kiçikdir 4'dən. Yox deyib dövrdən çıxacaq. B-nin son dəyəri elədi. B-nin son dəyəri 5. 5'dən birini çıxanda böylədir 5-lə yola çıxacaq. 5'dən birini çıxanda aldıq 4. A-nın son dəyəri 4'dür. 4'ün üstə gələndə elədik 6. Burada yoxlayaq. B-nin dəyəri 5 böyüdür 1'dən. Deyirəm hə. 5 böyükdür 1'dən hə. Bu 5 böyükdür 1'dən hə. Sonra B-nin dəyəri 4 deyirik. 5 deməməliyik bir dəqiqə. Çünki burada B-nin son qiymət. 4 böyükdür 1'dən. A oldu bizim üçün. 4, 6. 4 böyükdür 1'dən hə. B olacaq 3. A olacaq 8. 3 böyükdür 1'dən hə olacaq 2. Bu eləyəcək 10. 2 böyükdür 1'dən hə. Eləyəcək 1. Bu eləyəcək 12. 1 böyükdür 1 yox deyib çıxdı 4'dən çıxacaq. A-nın sonuncu qiymətini verəcək çıxışa. O da eləyəcək 12. 84'də doğru cavabımız oldu. 12. Baxaq 85-ci suala. 85-ci sualda bizdən nə soruşur? Şəhər kitabxanalarının birində, verilənlər bazasını əlaqələndirilmiş cədvəllərindən fraqment vermişdir. Cədvələ əsasən Mehdi Abbasov küçəsinin sakinlərinin cəmi neçə dəfə bu kitabxanadan Agatha Christie'nin müəllifi olduğu kitabı götürmüşdür. Yaxşı, biz Mehdi Abbasov küçəsində A11'dir. Mehdi Abbasov küçəsində A22'dir. Baxası olsaq A11, A11, A22, A22, A11, A22. Kitabın ID'si mənə lazımdırmı? Lazımdır. 56, 35, 56, 87, 20, 75. 56 var, 35 var, 87, 54, 20, 75. Buradakının hamısı. Sadəcə olaraq bunların içərisində məndən küçəsinin sakinləri neçə dəfə bu kitabxanadan Agatha Christie'nin müəllifi olduğu kitabı götürüb? Neçə dəfə? Sifariş, kitab, ön zəncir. Neçə dəfə bu kitabın Agatha Christie'nin A11 bir dəfə götürüb, 2 dəfə götürüb. Bir dəqiqə. Agatha Christie. A11 götürüb bir dəfə.
Agatha Christie ayrımçı götürüb bir dəfə Agatha Christie 2. Bir də ayrımçı 75 bir dəfə götürüb 75 bir dəfə Agatha Christie'ni götürüb neçə dəfə burada Agatha 56 35 75 bax bu bir dəfə götürüb 1 həmin küçənin sakinləri 2 3 bir də 75 olanı 4 bax bu hissədir budur deməli burada doğru cavabımız oldu 4 baxaq növbəti sualımıza 86-cı sualda bizə nə deyir proqram icrası nəticəsində deyir ki 81 ədədi çap edilərsə natural ədədlər A, B və C başlıqlı sütunlarla aşağıdakı cədvəldə kim vermişdir? A var, B var, bir də VC var. Klaviaturadan daxil edilmiş natural ədəd A ədədinin bu hansı sütunda olduğunu müəyyən edən proqramı Python dilində yazın. Yazıq, onda biz bura A bərabərdir int input ədədi daxil edək. Ədəd daxil etdik. İndi gəl mən bunu qruplara ayıracağım. Bir də yerlərini müəyyənləşdirəcəm. Onu yazıram qrup. Qrup bərabərdir A-dan birini çıxaq. Daxil edilmiş A ədədindən birini çıxaq. 3-ə bölüb tam hissəni götürək. Yerlərimizi müəyyənləşdirək. Bu zaman yerimiz isə yenidən müəyyənləşdirmək üçün A çıxaq 1-i bu dəfə 3-ə bölüb qalıq hissəni götürəcəm. Məsəl üçün bizə həm yerini müəyyənləşdirməyimizi istəyir. Tutaq ki, desin ki, giriş 6-dır, çıxış yeri də qrupu da 6-dır. Məsəl üçün A qrupundadır. 6 A qrupunda yerləşir. Məsəl üçün sonra yazacağım if əgər qrupu müəyyənləşdirəndən sonra qrupu 2-yə böləndə alınan qalıq 0-a bərabərdirsə. Bax, bunun gövdəsində deyəcəm if. Bu zaman yerimiz bərabərdirsə, əgər 0-cı yerdə isə print olsun bizim üçün A. Sonra elif. Əgər yerimiz 1-dədirsə, onda print çıxışa verəcəm mən B-ni. Çıxışa verəcəm B-ni. Gözəl. Sonra bir dənə də S deyək. S. Bunların yəni yer 1, 0 digər hallarına keçsə, onda da olsun bizim üçün print C. Yaxşı. Əgər qrup 2-yə bölündə, yəni əgər 1-ə, yəni alınan qalıq 0-dan fərqli olarsa, onu bir dənə S-də yazım. Bu zaman S bərabər S 2 nöqtə if. Bu zaman yer bərabərdirsə 0-a. Print C verək. Elif yer bərabərdirsə 1-ə print B olsun. Bir dənə burada əks halda S-də printə verəcəm mən A-nı. Qədər sadə. Məsəl üçün A ədədi 1-i daxil etdik. Birdən birini çıxanda 0. Tam hissə qrup 0. 0 2 0. Yer 1 1. 0 0 0-a bərabərdir. Print A. Bəli. Bir də A qrupunu verəcək. Tutaq ki, sonra bax gəlin indi biz 8 daxil eləyək. 8 daxil etdik. 8-dən birini çıxdım. Qaldı 7. 7 3-ə bölün tam hissə 2. 8-dən birini çıxanda 7. 7 3-ə böləndə qalıq hissə 1. 2-ni 2-yə böləndə alınan qalıq fərqlidir 0-dan. Bəli, yer 1-dir. 1 bərabərdir. Yox, yer bərabərdir. Belə qrup B. Bəli, düzdür. Bu qədər sadə. Baxaq növbəti sualımıza. Növbəti sualımıza bizə nə deyir? Klaviaturadan daxil edilmiş
sətirdə müxtəlif simvolların sayını hesablayan proqram Python dilində say. Məsələn, bananda 3 dənə müxtəlif simvol var. Termometrdə 5-dir, böyük dinozavurda 14-dür. Burada isə 7 dənə müxtəlif simvolumuz olduğunu bizdən soruşur. Bir dənə yazaram. Burada S bərabərdir. Input müxtəlif simvolların sayını soruşmaq üçün. Elə bir dənə print, əgər verilmiş sətirdəki müxtəlif simvolların sayını tapmaq üçün biz demişdik ki, istifadə edəcəyimiz operator set operatorudur. Elə sayını yazmaq üçün bir dənə len yazaram. Sonra da yazaram set S. Bu qədər sadə. Müxtəlif simvolların, yəni bu set daxil edilmiş sətirdəki müxtəlif simvolların, yəni təkrarlama, unikal simvolların tapır. Bizdən də sayını, məsələn 1, 2, 3 olacaq. Set onları siyahıya salacaq. Len isə onu qaydıb verəcək çıxışa. Olacaq bizim üçün B, A, N, Len isə onu sayacaq, olacaq 3. Bu bir cür belə yaza bilərik. Bir də gəlin yazaq for-la, while-la belə bir şey yaza bilərik. For-la, while-la. Bir dəqiqə yer açın. Bax, belə yaza bilərik. Yenə bir dənə S sətri götürərik. S input. Sonra bir dənə də boş bir B siyahısı götürərəm. Deyərəm for I in S-dən gəlsin, qiymətlərini getsin. If əgər I not in, yəni bu identifilik, inkarlıq operatorudur, fərqlidirsə B-dən, sonra fərqlidirsə B-dən B.append, countla da burada yaza bilərsiniz. B.count I bərabərdirsə 0-a şərt ilə də verə bilərsiniz. Append I, append I. Sonra da print len B. Print len B siyahısındakı elementlər sayısın. Bu da çox sadədir. Burada dedim ki, bu şərti B.count I bərabərdirsə 0-a append. Bax, bu şərti bu cür də vermək olar. Notin B ilə də vermək olar. While ilə də yaza bilərsiniz. While ilə yazma sadəcə olaraq len S eləyib şərtinə qurmaq lazımdır ki, bir dənə də I götürüb 1 vermək lazımdır. I kiçik bərabərdir len S asıllığı. Çünki sətir türlü məlumatları saysın. I-ni bir buraxdırsın, lenə çatanda dövr dayanmış olsun. Bu qədər sadə. Sağ olun. Hər birinizə uğurlar arzulayıram. Baxın 86-cı sual. Deyir, proqramın icrası nəticəsində 81 ədədi çap edilərsə, n dəyişənin üçün daxil edilə biləcək ən kiçik ədədin rəqəmləri cəmini müəyyən edin. Burada çıxışa veriləcək, biz S-in qiymətidir. 81 olanda dövrdən çıxacaq. 3-dən nə vaxt alıq 81? 3-ün üstü 4, 81. Bu deməkdir ki, burada 4 dəfə təkrarlama baş verdi. Deyir ki, burada n dəyişənin üçün daxil edilə biləcək ən kiçik ədədin rəqəmlərinin cəmini müəyyən edin. Ən böyük ədədin rəqəmlərinin cəmini 4 dəfə dövr olubdur. Onda bax, burada yerinə qoyub yazsaq, ən böyüyünü tapsaq, n plus 17 vuraq 4 böyükdür 272 olanda, 272 olanda yox qoluna deyib dövrdən çıxacaq. Hə qolunda isə n üstə gələk 17 vuraq 100 kiçikdir bərabərdir 272 deyəndə hə qoluna deyib yenidən davam edəcək. Burada bizim bura ən kiçik qiymətdir, bu isə ən böyük qiymətdir. Bu n böyükdür 272, 68, 204 bu aralıqdan. Burada isə n kiçikdir bərabərdir 272 çıxaq 51 olacaq 221. Yəni 221-i alacaq, 204-ü almayacaq. Ala biləcəyi qiymət 205-dir.
və ən kiçik qiyməti 204 almır. Ən kiçik qiymət 205 alır. Bunda rəqəmlərinin cəmi 2 üstə gələk 0 üstə gələk 5, o da bərabərdir 7-yə. Doğru cavabımız oldu 7. Burada sadəcə fikir vermək lazımdır. Hansı qiyməti alır, hansını alır. Bizdə ən böyüyünü sorsaydı 221 idi və burada da olardı 4, 5 olardı. Amma ən kiçik qiymətini soruşur. 204 almır. 205 aldığına görə ən kiçik qiymətin rəqəmlərinin cəmi 7-yə bərabərdir. Baxaq növbəti sualımıza. 87-ci sualda bizə nə deyir? 64 simvolu əlifbada kodlaşdırılmış. Əlifbamızın gücü bərabərdir 64, o da bərabərdir küsdür 6-ya və onların informasiya həcmlərinin görə uyğunluğunu müəyyən edin. İnformasiya həcmlərinə 6 bitlə kodlaşdırılıb. 1, 2, 3, 4, 4, 6, 24 bitdir və yaxud da 8 baytdır. 1-ə uyğundur C. 1-ə uyğundur C. Baxağın. 1, 2, 3, 4, 5, 6, 8, 9, 10, 11, 66, 2'ye uyğundur D, 2'ye uyğundur D. Sonra 24 biti 3'e B, C, B. B də uyğundur, çünki 24'ü 3'e bölsə, 8'e bölsə 3 bayt deyilir. 1'e C, B, 2'ye D, 3'e 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 vuraq 6, 48 bit. 48 bit 2'ye uyğundur. 3'e uyğundur A. 48 8'e bölünür, altta bayt eləyir A, Y. 1'e uyğundur CB, 2'ye D, 3'e A, Y. Doğru cavabımız oldu 87'də. Həm bitlə soruşur burada, həm də baytla soruşur. Ona görə maksimum diqqətli olmaq lazımdır burada. Keçən baxağın blok sxemizə. Blok sxemi biz necə qura bilərik? Daxil edilmiş n natural ədədi üçün. N natural ədədi üçün. Bax burada alacaqurun başlanğıc. Aha. Bir dənə n ədədimizi götürürük. Aha. Bir dənə bax burada 2, 4, 6 olduğuna görə n plus 1'ə qədər n'i də alır. N'i də alır. N'i də alır. i götürün. Bir dənə cəmə bir s deyək. S bərabərdir 0. Bir dənə k bərabərdir -1 deyəcəm. Sonra bir dənə də i bərabərdir 2 götürəcəm. Dövrün gövdəsində 2 artıracam. Bax burada yazaram n böyükdür 0 olduğu müddətcə. 0 olduğu müddətcə. Hə qoluna gəlsin. Artıq gəlin ifadəmizi quraq. S bərabərdir. S üstə gələk 1 bölək. 1 vuraq. Daha doğrusu k bölək. K'nın birinci müsbət aldı. Qoy müsbət alını götürək, sonra məhv eləyək. Müsbət elədim. K bölək i. K bölək i. Bir dəfə müsbət, bir dəfə mənfi alın. Sonra dövrün gövdəsində i bərabərdir i plus 2. Sonra 4'ü götürəcək. K bərabərdir -k. K bərabərdir -k. Sonra dövrdən çıxmaq üçün n bərabərdir n çıxaq 1. Hər dəfə n'i bir dəfə azaldaq. Sıfıra çatanda dövrümüz dayansın. Burada isə sonunda isə burada son verərik. Qədər sadə. Bu Vaynla qurası halımız. Bir dənəsində yazalım. Biz əgər qurası olsaq, modifikasiyalı altı bucaqlı ilə qurası olsaq, onda yenə başlanğıc. Bir dənə n ədədi daxil edərəm. N. Sonra baxın, bir dənə s bərabərdir 0, k bərabərdir 1. Aha, bax belə. i bərabərdir. İ'nin ilk qiyməti 2-dən başlasın. 2-dən başlasın. N'ə qədər addımızda 2, 2. 2, 4, 6. Bax, bu cürdə davam edəcək. 2'den başlasın. Addımız 2 düz n'ə qədər davam etmiş olsun. 2 n'ə qədər. 2 n'ə qədər. Aha. Sonra bax elə burada s bərabərdir. S üstə gələk 1 k bölək s. Aha. Bir dənə də dövrdən gəlib belə bu cür. Burada bir dənə s. Son. Bu qədər sadə. Sonra baxaq kodumuza.
kodumuza baxaq. Qoy sileyim, buradan yer açın. Buraya yazağım biz. Baxın, deyir ki, natural